Salam dostlar, bugünkü mövzumuz Quantifies'dir. 2 hissədən ibarət. Yalnız sayıla bilən cəm isimlərlə işlənənlər, bu təyinicilərdən sonra həmişə cəm isim gəlir, xəbərin uzlaşması ifadənin özünə görə dəyişir. Siz siyahını görürsünüz. Many, a few, several, various, numerous, a couple of, a good, a great, many, a variety of, a range of, a number of, the number of. Abituriyent vaxtından bildiyiniz kimi, a number of bir sıra çoxlu sinonimi many deməkdir, xəbəri cəm. The number of isə sayı miqdarı bildirir, xəbəri tək olur. A good, a great, many və many a fərqi. Miqlər üçün düşən many-dən sonra sayıla bilən tək isimin gəlməsi. A good, great, many cəm isim, cəm xəbərdir. Many-dən sonra e və yaxud ən artiklı gələ bilər. Məna cəm olsa da qrammatik olaraq tək isim və tək xəbər tələb edir. Many a candidate has fallen into this trap. A variety of cəm isim, cəm xəbərdir. Nümunəni görürsünüz. The variety of isə cəm isim, tək xəbərdir. Diqqətinizə görə sağ olun.